Salam uşaqlar, necəsiz? Cimlə işləyirik və bugün korotki teksti, yəni qısa mətnlərdə 13-cü sualda qalmışıq. Davam edək və əlbəttə ki, videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmanız kifayətdir. Uşaqlar baxılır, çox baxılır videolarım, amma nə like atılır və abunə sayı çox azdır, yəni. Amma baxış çoxdur. Belə, gəlin indi 13-cü suala keçək. Наша компания производит современные автомобили, которые всегда удобно и безопасно водить. Мы выпускаем машины различных моделей. В процессе производства используем многие новейшие технологии в области электроники. С новинками можно будет ознакомиться только на сайте нашей компании. Deməli, balaca qısa bir mətn verilibdir. Gəlin onu mən tərcümə edim. Наша компания производит современные автомобили, которые всегда удобно и безопасно водить. Şirkətimiz həmişə rahat və təhlükəsiz idarə olunan müasir avtomobillər istehsal edir. Мы выпускаем машины различных моделей. Biz müxtəlif modellər istehsal edirik. В процессе производства используем многие новейшие технологии в области электроники. Deməli, deyir ki, istehsal prosesimizdə ən son elektron texnologiyalardan bir çoxunu istifadə edirik. С новинками можно будет ознакомиться только на сайте нашей компании. Yəni deyir ki, yeni məhsullar yalnız belə deyək də veb saytımızda mövcud olacaq. Gəlin indi baxaq. Образцы новых моделей автомобилей компании можно увидеть на многих сайтах. Образцы новых modeley avtomobil компании можно увидеть на многих sайтах. Şirkətin yeni avtomobil modellərin nümunələri bir çox veb saytlara baxmaq olar deyiriksə, burada уже nümunə deyilinə burada yoxdur. Deməli, bu düz deyil. Дальше. Компания для производства автомобилей применяет новейшие технологии. İndi baxın, şirkət avtomobil istehsal etmək üçün, yəni ən son texnologiyalardan istifadə edir. Правильно, да? В процессе производства используем многие новейшие технологии в области электроники. Видите? Deməli, bax, bunu biz götürə bilərik. Çünki 3-də водить современные автомобили компании иногда будет не опасно. Deyir ki, müasir şirkət avtomobilləri idarə etmək bəzən təhlükəsiz olacaq da, belə deyək. Не опасно, yəni. Amma biz bilirik ki, всегда удобно и безопасно. Дальше, deməli, bu da getdi. Вождение автомобилей компании не всегда будет удобным. Yəni, deyir ki, şirkət avtomobillərini idarə etmək həmişə rahat olmayacaq. Amma biz bilirik ki, rahat olacaq, удобно и безопасно. Так. Немногие новейшие технологии в области электроники использует наша компания. Yəni, şirkətin elektronika sahəsində ən son texnologiya bəzilərindən istifadə edir. Amma biz bilirik ki, многие новейшие технологии. Так что, biz bu variantı düz cavab kimi götürə bilərik. 14. Так, здесь, в центре Гейдара Алиева 10 марта откроется выставка рисунков Сальвадора Дали. Deməli, martın 10-da Heydər Əliyev mərkəzində Salvador Dali'nin rəsmlərindən ibarət sərgi açılacaq. Dальше, выставку этого гениального художника могут посетить гости и жители столицы. Bu dahi rəssamın bu sərgisi həm paytaxt sakinləri, həm də deməli qonaqlar üçün də açıqdır. Для студентов и пенсионеров предусмотрена скидка на билеты в выходные дни. Deyir ki, tələbələrə və yaşlılara həftə sonları endirimli biletlər təklif olunur. Spешите посетить выставку. Sərgiyə baxmağa tələsin. İndi gəlin baxaq suallara. Sual deyil də, yəni cümlələrə. В конце марта будет выставка картин знаменитого Сальвадора Дали. Deyir ki, в конце marta deyiriksə, biz уже baxmalıyıq da. Yəni, deyir ki, mart ayının sonunda məşhur Salvador Dali'nin rəsmlərindən ibarət sərgi keçiriləcək. Amma biz bilirik ki, martın 10-u. Düzdürmü? Axırı deyil. Deməli, bu, deməli, cavab getdi. На выставке для пенсионеров скидка на билеты действует в любые дни. Любые dni deyil, amma biz bilirik ki, для студентов и пенсионеров предусмотрена скидка на билеты в выходные dni. Da? Yəni, deyir ki, burada
sərgidə təqaüdçülərdə, yəni üçün biletlər endirim bütün günlər keçiriləcək, amma biz bilirik ki, ancaq deməli həftə sonları. Дальше, так, это тоже уже неправильно. В будни для посещения выставки у студентов нет скидки на билеты. Deməli, deyir ki, həftə içi budni, həftə içi, belə deyək də, günlərə tələbələr sərgini ziyarət etmək üçün biletlərdə endirim əldə etmirlər. Düzdürmü? Yəni, baxın, для студентов и пенсионеров предусмотрена скидка на билеты в выходные дни. Da? Biz bilirik ki, burada tələbələr üçün və pensiya alanlara, təqaüdçülər üçün nə vaxt? 6 bazarda, yəni belə deyək, var endirimlər. Amma qalan günləri deməli endirim yoxdur. Ona görə də biz bilirik ki, həftə içi deməli tələbələr üçün bizim endirimlər yoxdur. C variantı, yəni düz cavab kimi götürə bilərik biz. Только туристы смогут посетить выставку в центре Heydər Əliyeva. Deyir ki, Heydər Əliyev mərkəzində sərgini yalnız turistlər ziyarət edə biləcəklər. Yox, yalnız onlar yox. Biz bilirik ki, kim? Qonaqlar və paytaxtın deməli sakinləri də, düzdürmü? Так что это тоже неправильно. Выставка рисунков Сальвадора Дали открылась в центре Heydər Əliyeva. Deyir ki, Heydər Əliyev mərkəzində Salvador Dali'nin rəsmlərindən ibarət sərgi açılıbdır. Открылась. Amma biz bilirik ki, откроется. Yəni açılacaq. Ona görə də bu da уже düz deyil. Дальше, 15'te. Так, devam edək. 15. Магазин «Все для вас» представлен широкий выбор одежды для женщин, мужчин и детей. Deməli deyir ki, hər şey sizin üçün mağazası qadınlar, kişilər və uşaqlar üçün geniş geyim seçimi təklif edir. В нашем магазине предлагаются модели от известных дизайнеров из разных стран. Deməli deyir ki, dünyanın hər yerindən tanınmış da belə dizaynerləri, modelləri təqdim edirik. Здесь можно получить желаемый товар по доступным ценам. Münasib deməli qiymətlərə mükəmməl məhsulu tapa bilərsiniz. Для постоянных клиентов действует система скидок. Yəni daimi də müştərilər üçün endirimlər təklif olunur. Так, deməli, birinci bizim A variantında yazılıb ki, модели от молодых дизайнеров страны предлагаются в магазине одежды. Burada da yazılıb ki, в нашем магазине предлагаются модели от известных дизайнеров из разных стран. Burada молодых, yəni geyim mağazasında ölkənin gənc dizaynerlərin təklif olunur. Dizaynerlərindən də dizaynerlərinin belə deyək, paltarları da düz dedim də təklif olunur. Amma biz bilirik ki, yəni tanınmış, yəni молодых yox. Deməli biz A variantını burada seçə bilmərik. Дальше. В магазине «Все для вас» не всегда можно получить желаемый товар. İstədiyiniz məhsulu hər şey sizin üçün mağazasından əldə etmək həmişə mümkün olmur deyə yazıbdır. Здесь можно получать желаемый товар по доступным ценам deyə biz уже bilirik ki, hər şey biz tapa bilərik. Дальше. Постоянные клиенты покупают одежду в магазине по высоким ценам. Deyir ki, daimi müştərilər mağazadan paltarları yüksək qiymətə alırlar. Для постоянных клиентов действует система скидок. Yəni endirimlər təklif olunur, var. Так что это тоже неправильно. Дальше. В магазине «Все для вас» есть скидки для постоянных клиентов. Deyir ki, mağazada endirimlər daimi klientlər üçün var. Müştəri üçün, düzdürmü? Bəli, bunu уже biz götürə bilərik. Только для взрослых собраны модели в магазине «Все для вас». Deyir ki, ancaq bu mağazada böyüklər üçün modellər var. Amma biz bilirik ki, həm kişilər üçün var. Только для взрослых da. Yəni, kişi və qadın üçün deyə də böyüklər üçün 10 nəzərə tutulur. Для взрослых. Amma biz bilirik ki, və uşaqlar üçün də var axı burada. Для детей. Так что это тоже неправильно. D variantı burada uyğundur. Дальше. Так, 16'da.
Так. Детская мода. Крупнейший интернет-магазин детской одежды. Демeli, burada детская мода, yani uşaq dəbidə, yani belə детская мода. Крупнейший интернет-магазин детской одежды. Детская мода en büyük онлайн uşaq giyim mağazasıdır. В нашем магазине родители могут приобрести школьную форму для детей, а также праздничную и ежедневную детскую одежду. Deməli deyir ki, valideynlər uşaqları üçün məktəbli formaları ilə yanaşı, belə deyək də, праздничная, yani rəsmi və gündəlik geyimlərdə tapa bilərlər. Sonra для мальчиков также предлагается спортивная одежда və oğlanlar üçün də idman geyimlər də təklif olunur. Gəlin baxaq. A variantında. Спортивная одежда для мальчиков продается в интернет-магазине. Deyir ki, oğlanlar üçün idman geyimlər onlayn mağazada satılır. Burada ne yazılıbdı? Для мальчиков также предлагается спортивная одежда. Yani internet mağazada, yani детская moda adlı internet mağazanın içində biz ala bilərik bunu. Burada yazılıb da açıqca. Ona görə A variantını biz hələ ki düzgün cavab kimi götürürük. Niyə hələ ki deyirəm? Uşaqlar birdən ola bilir hardasa səhvlər zadlar da olur deyə, ona görə də bunu hələ ki götürürük. Düz, çünki hardasa səhv də ola bilər. В нашем магазине предлагается одежда для детей и взрослых. Deyir ki, в нашем магазине предлагается одежда для детей и взрослых. İndi baxın. Deyir ki, bizim mağazada uşaqlar və böyüklər üçün geyimlər təklif olunur. Amma biz bilirik ki, это детская одежда. Uşaq mağazasıdır da, детская moda. Bunun adı da elədir. Uşaq zövqü, o dəbidə belə tərcümə olunur mağaza. Ona görə də уже böyüklər üçün deyil. Bu getdi. Скоро в интернет-магазине можно будет приобрести праздничную одежду. Deyir ki, tezliklə internet mağazamızda biz belə deyək də rəsmi də belə deyək də праздничная paltarları biz ala bilərik. Yazıb ki, скоро в интернет-магазине. Amma мы, смотри, здесь прочитали. В нашем магазине, так, в нашем магазине родители могут приобрести школьную форму, детскую одежду, а также праздничную и ежедневную детскую одежду. Görürsünüz, ona görə də уже bu da getdi. В магазине детская одежда можно купить только ежедневную одежду. Gündəlik geyim deyir, ala bilərsiniz. Amma biz bilirik ki, праздничная, ежедневная, школьная форма ala bilərik. Так что bu da düzgün değil. Одним из самых крупных интернет-магазинов является детская одежда. Deyir ki, en büyük onlayn mağazalardan biri uşaq geyimləridir. Burada uşaq geyimləri yox, детская moda deyəm. Так что A variantını düzgün seçmişik. Дальше 17-də. Более 30 лет магазин графика предлагает канцелярские tavары. Deyir ki, 30 ildən çoxdur ki, grafika mağazası ofis lavazımatları təklif edir. Наша продукция отличается высоким качеством. Bizim deməli məhsullarımız yüksək keyfiyyətlə seçilir. Воспользуйтесь бонусной программой. Deyir ki, bonus kartlarınızda, yəni proqramdan yararlana bilərsiniz. Dilim dolaşdı valla. Так, дальше. Возьмите бонусную карту в нашем магазине, и при любой покупке вы будете получать на эту карту бонусные баллы. Deyir ki, mağazamızda deməli bonus kartı əldə edin və hər alış-verişdə bonus xalları qazanacaqsınız. Так, первое. Бонусные программы в магазине канцелярских товарах не существуют. Yəni bonus deyir ki, proqramı yoxdur. Amma biz bilirik ki, bonusная kartanı alırsa bonusная программа burada var. Так, bu düz deyil. Баллы на бонусную карту в магазине графика начисляется не при каждой покупке. Deyir ki, grafika mağazanın hər alış-veriş üçün bonus karta ballar verilmir. Amma biz də bilirik ki, вы будете получать на эту бонусные баллы. Так, при любой покупке вы будете получать на эту карту бонусные баллы. Yani. Так.
Продукция, продаваемая в магазине графика высокого качества. Продукция, продаваемая в магазине графика высокого качества. Bəli, bu уже düzdür. Deyir ki, grafika mağaza satılan məhsula yüksək keyfiyyətlidir. Правильно. Предлагает, наша продукция отличается высоким качеством. Burada уже yazılıb açıqca. Кроме канцелярских товаров, магазин графика предлагает и другую продукцию. Yox. Başqa bir tovar yoxdur, ancaq deməli канцелярские товарыdır. Дальше. Известный магазин графика работает менее 30 лет, yani 30 ildən az. Ama biz de bilirik ki 30 ildən çox. Так что вот это тоже неправильно. У нас G вариантыdır. Дальше, 18. В нашем супермаркете всегда самые качественные и свежие продукты, оригинальные кулинарные изделия, а также продукция собственных торговых марок. Мы стремимся сделать так, чтобы в нашем заведении, мы стремимся сделать так, чтобы время в нашем магазине вы проводили не только с пользой, но и с удовольствием. Deməli, deyir ki, в нашем супермаркете всегда самые качественные и свежие продукты, оригинальные кулинарные изделия, а также продукция собственных торговых mark. Deməli, deyir ki, supermarketimizin həmişə ən yüksək, keyfiyyətli və ən təzə məhsullar, orijinal, belə deyək də, kulinarные изделия, da, yəni kulinariya əsərləri və özəl, belə deyək də, özəl məhsullarımız da var da, собственный торговый marka, da, собственный, yəni. Дальше. Мы стремимся сделать так, чтобы все время в нашем магазине вы проводили не только с пользой, но и с удовольствием. Deyir ki, mağazamızda keçirdiyiniz vaxtın yalnız məhsuldar deyil, həm də xoş keçməsi üçün çalışırıq deyir. Və A variantında yazırıq. Deməli, иногда в супермаркете продаются оригинальные кулинарные изделия. Всегда продаются deyir. Amma burada yazıb bəzən supermarketdə orijinal kulinariya məhsulları satılır deyir. Deməli, bu düz deyil. В супермаркете продаются кулинарные изделия собственного производства. Burada уже, baxın, yazıb ki, собственного, в супермаркете продаются кулинарные изделия собственного производства. Yəni, supermarketdə öz kulinariya məhsulları satılır. Amma biz bilirik ki, burada собственных торговых marок, да, biz marок, а также оригинальные кулинарные изделия. Deməli, bu da. Дальше. И с пользой и с удовольствием покупатели могут провести время в нашем супермаркете. Bəli, burada уже biz bilirik ki, не только с пользой, но и с удовольствием. Правильно? Yəni, müştərilər supermarket vaxtlarını həm sərfəli, belə deyək də, həm də çox gözəl keçirə bilərlər. В супермаркете будет продаваться продукция собственных торговых марок. Так. Burada da deyir ki, supermarket öz markalı da, yəni öz markası məhsullarını satacaq. Так. Amma burada yazılıb ki, məsələn, будет продаваться продукция собственных торговых marок. Yəni bu da düzdür, amma burada deməli мы, видите, yazıb ki, в нашем супермаркете всегда самые качественные свежие продукты, оригинальные кулинарные изделия, а также продукция собственных торговых марок. Не только там кулинарные изделия оригинальные, продукция собственных торговых marок diye. Yani bunu biz götürə bilmərik də burada. Будет продаваться. Amma burada уже, yani mağaza da уже belə deyək də, açılışdır və satılır deyə. Дальше. В супермаркете скоро привезут самые свежие и качественные продукты. Deyir ki, supermarketdə ən təzə və yüksək keyfiyyətli məhsullar tezliklə supermarketə çatdırılacaq. Yoxsa уже çatdırılıb və reklamı gedir və уже açıqdır, belə deyək də, loro dilində deyək. Və deməli biz C variantını burada ən uyğun cavab kimi burada seçə bilərik uşaqlar. Elə, sağ olun, görüşərik.